Hər bir insanın yaşamaq üçün, azad olmaq üçün və xoşbəxtliyin arxası üçün qaçmaq üçün haqqı var. Orada insanın deyilir. Bax budur bərabərlik. Hər bir kişinin və hər bir qadının azad olmaq üçün, həyat yaşamaq üçün və öz xoşbəxtliyinin arxası üçün qaçmaq üçün hüquqa sahibdirlər. Bax budur. Mənim üçün bərabərlik bu üç istiqamətdir. Burada azadlıq deyəndə həm fiziki azadlıqdan söhbət gedir, həm də ki siyasi azadlıq, liberty sözü var, bir də freedom sözü var da İngiliscə fərqləndirir. Orada Declaration of Independence-da liberty sözü gedir, yəni siyasi azad olmalıdır. Siyasi azadlıq olmalı, istənilən partiyanı seçə bilər, istədiyi təşkilata qoşula bilər, istədiyi dini seçə bilər falan. Yəni bu liberty, bu liberty. Freedom isə fiziki azadlıqdan adətən söhbət gedir də, aydındır. Və bu perspektivdə bərabərdirlər, amma heç biri bir-birinin üstün deyil. Yəni bu feminizm 3-cü dalğası onu gətirib çıxartdı ki, kişilər köhnə kişilər də keçən əsrdən öncə baş verənlər həqiqətən qadınlara qarşı zülmkar idilər və bu həmin o sosial konstrukt çərçivəsində baş vermişdi ki, pul onlarda idi, resurs onlar və ən vacibi fiziki güc kişilərdədir. Bütün dünyanın qadınları kişilərə qarşı qalxa bilməz, amma bütün dünyanın kişiləri qadınlara qarşı qalxa bilər və qalib də gələ bilər. Çünki biz fiziki güclüyük və hər bir ideyanın arxasında güc durmalıdır. Sən onu idarə etmək üçün güc lazımdır və kişilərin gücü daha çoxdur qadınların gücü. Biz istənilən ideyanı qadınlara yürüdə bilərik.